Məsələ 5. X plus Y-in üstü M binomunun ayrılışındakı 6-cı və 9-cu hədlərin əmsallarının bir-birinə bərabər olduğunu bilərək N-i tapın. Həlli. Bilirik ki, X plus Y üstü M binomunun ayrılışı bu şəkildədir. Kombinizon N-dən 0, X-in üstü N. Üstəgəl kombinizon N-dən 1, Y, X-in üstü N minus 1. Kombinizon N'dən 2, Y-in kvadratı, X-in üstü minus 2 və plus və s. Kombinizon N'dən N, Y-in üstü N. Və birinci hədd əmsalı kombinizon N'dən 0'dır. Say 0'dan başladığından 5-6-cı hədd kombinizon N'dən 5 olacaq. 9-cu hədd isə kombinizon N'dən 8 olacaq. Deməli, məsələnin şərtinə görə kombinizon N'dən 5 bərabərdir kombinizon N'dən 8-ə. Və kombinizonun belə bir xassəsi var. Kombinizon N'dən M bərabərdir. Kombinizon N'dən N çıx M. Bu düsturu bərabərliyin sağ tərəfinə tətbiq eləsək, alırıq kombinizon N'dən 5 bərabərdir. Kombinizon N'dən N çıx 8. Və bu bərabərlikdə isə kombinizon N'dən 5, N'dən M minus 8'dən alınır ki, 5 bərabərdir N minus 8'ə. Və buradan da tapırıq ki, N bərabərdir 5 üstəgəl 8, 13'ə. Beləliklə, tələb olunan məsələdə N'in qiyməti, yəni kombinizon N'dən 5, N'dən 8'ə bərabər olduqda N'in qiyməti 13'ə bərabər.